Məruzəmiz yenə də bizim çox gözəl, hörmət etdiyimiz cərrahımız, savadlı Afət Cabbarovaya vermək istəyirik. O bizə süd vəzi xərçəngində cərrah strategiyalarının effektivliyi bu 2013 tədqiqat haqqında yenilikləri çatdıracaq. Buyurun Afət xanım. Salam, bir daha salam Əqət xanım və digər iştirakçılar. E, Boq tədqiqatını təqdim etmək istəyirəm sizə. Deməli, Elgür xanım çox geniş giriş elədi. Qısaca bir xatırlatma eləyək belə deyək. SLMB erkən mərhələ süd vəzi cərrahiyyəsində qızıl standartdır. Bunu cərrah olaraq hamımız bilirik və klinik N0 süd vəzi xərçəngi hallarında SLMB bizə kifayət qədər e, müqayisə edilə biləcək həm ümumi yaşamada, regional kontrol nəticədə, yəni ayılında ilə eyni nəticələr və üstəlik yerli ağırlaşmaların faizini kifayət qədər azaldacaq dərəcədə əlverişli bir şərait yaratmışdı. Və yuxarılı ətraf ağırlaşmaların müxtəlif mənbələrdə müxtəlif rəqəmlər göstərilir. Ortalama minimum 65%-ə qədər azalması görülmüşdür ki, bu indi bugün təqdim edəcəyim rəqəmlərdə də deməli öz əksini tapıb. Aksilər cərrahiyyənin tarixinə geçsək, kifayət qədər sayda bu deməli cərrahiyyə həsr olunmuş araşdırmalar var. NCBP var, Z011, ABC, CG, Amaros tədqiqatları müxtəlif bu və digər şəkildə hamısını vaxtınızı çox almayacağım. Qısaca müraciət etsək, maksimum aksilyar deeskalasiyanı biz necə təmin edə bilərik? Onkoloji safety-ni qorumaq şərti ilə, yəni xəstələrin sağ qalımına, recurrence rate-nə, distant disease free survival-na təsir etməyəcək dərəcədə, həm də həyat keyfiyyətini yüksəltmək məqsədi ilə necə edə bilərik və get-gedə son 10 illiklər ərzində belə bir sual da meydana çıxdı ki, bəlkə bir qrup xəstələrdə heç sentinel lenf nodu biopsiyası belə etməmək olar. Olarsa hansı qrup xəstələrdə və bunun onkoloji sağ qalma, onkoloji yaşama nəticələrinə necə təsir göstərəcəyini araşdırmaq məqsədi ilə deməli, belə bir tədqiqatlar başlamışdır və bu tək bu tədqiqatı deyil, bu istiqamətdə aparılan çox fərqli ölkələrdə, fərqli əhalini əhatə edən tədqiqatlar var, hansı ki, Sound, INSEMA və s. oxşar tərzdə tədqiqatlardır. Bunları ortaq edən nədir? Deməli, hamısında onkoloji nəticələrlə yanaşı mütləqdir ki, bir həyat keyfiyyəti araşdırılır və deməli, EORTS-un limfödemə bağlı bir questionnaire var, sual-cavab testləri var ki, və o göstəricilər araşdırılır. Yəni, öncəkilərlə müqayisədə orada biz yalnız aksilər disseksiyadan qaçırıqsa, bizim onkoloji residiv recurrence rate'imiz necə olacaq və s. bu məqamları düşünürdüksə, hazırda bununla yanaşı limfödem və yuxarı ətraf hərəkəti və həyat keyfiyyətinə bu əməliyyatların necə təsir göstərdiyi də deməli bizim onkoloji xəstələrə verdiyimiz qərarlara təsir göstərdiyini görürük. SLMB-nin deməli ilk hədəfi onkoloji təhlükəsizliyi qorumaqla yanaşı aqressiv aksilər cərrahiyyənin yaratdığı fəsadların tezliyini azaltmaq və beləliklə xəstələrin həyat keyfiyyətini təmin etməkdir. Lakin yuxarı ətraf ağırlaşmaları SLMB aparılmasına rəğmən ki, burada düşünürəm ki, əsas məqam SLMB-nin hansı həcmdə, hansı üsullardan istifadə etməklə. Slaytlarınız deyəsən dəyişmir. Yox, bu dəyişir. Dəyişdi, Hə, bəli. aha, hə. Hə, hansı həcmdə, hansı üsullardan istifadə etməklə görünür, bunun təsiri var və qısa müddətli nəzarətdə yuxarı ətraf limfödemi ortalama götürsək, xəstələrin 25%-də, uzun müddətlidə isə 8%-də görülmüşdür. Ayında ilə müqayisədə bu nəzarət çarpacaq dəyişiklik kimi görülsə də, bu həyat keyfiyyəti sorğularında deməli əhəmiyyətli təsir göstərdiyi bilinmişdir. Ki, burada xəstələrdə bu sorğu kitabçalarında həm anxiety, yəni təşviş dərəcəsi, yəni bu narahatçılığın ümumi həyat keyfiyyəti deyirik də, həm deməli təşviş pozuntularına yaratdığına qədər gedib çıxır bu suallar və SLMB sonrası rast gələn
Bu cərrahlara bəlkə biraz da çox belə bəsit gələr, amma SLMB sonrası da mən düşünürəm ki, hamımız bundan rastlaşırıq. Limfödem e, görürük, rast gəlir və maraqlısı ondadır ki, əgər aksilər limfodiseksiyadan bu daha qısa müddət ərzində inkişaf eləyirsə, SLMB-dən sonra bütün araşdırmalarda göstərir, bu daha gec mərhələdə inkişaf eləyir, hardasa 36-48 ay sonra və piki 2 il və ondan sonra görülür. Rast gəlmə tezliyi çox fərqli rəqəmlərlə göstərilir. Müxtəlif müəlliflər müxtəlif rəqəmlər göstərir. 13,7%, 19%. Burada yaxşıdır ki, bu müəlliflər çıxarılan limfa düyünlərinin sayı ilə SLMB tezliyini belə deyək də bağlılığını yoxlayıblar. Hardasa 3-19% arası dəyişir SLMB-dən sonra rast gələn limfödem tezliyi və burada nəinki qısacası belə görsək, yəni həm SLMB icra olunan xəstələrdə, həm də SLMB daha sonrası ILD gedən görünür ki, rəqəmlərdə ciddi fərq var. Lakin biz görmək istədiyimiz mənzərə bu deyil. Yəni SLMB-dən sonra da limfa ödemin inkişafını bu faiz dərəcəsində görmək istəmərik. Gələk bir avazda bugünkü mövzuya, bu deməli araşdırmasına. Bura hansı xəstələr daxil edilmişdir? Kliniki olaraq T1, T2, N0, M0 olan breast cancer surgery, yəni orqan qoruyucu cərrahi planlaşdırılan və total süd vəzi şüalanması aparılacaq süd vəzi xərçəngi xəstələri bura daxil edilmişdir. Və burada xəstələrin deməli SMB-nin sentinel lenf nodu biopsiyasının icra olunmamasının yaxın və uzaq onkoloji nəticələrə necə təsir etdiyini bilavasitə göstərməkdir məqsəd. Əsas məsələ nədir burada? Kliniki N0, bayaq Elgür xanımın da toxunduğu kliniki N0 biz necə təyin edirik ki, bu çox mübahisəli və bu tədqiqatın nəticələrinə bilavasitə təsir edəcək bir məqamdır. Burada müəlliflər iki üsul qeyd edir. Fiziki müayinə mütləqdir ki, klinik N0 olmalıdır. Xəstə kliniki non-palpable limfodüyünlər olmalıdır və USM ilə təsdiqləmiş N0. USM-in də əlbəttə ki, ultrasəs müayinəsinin bəlli bir meyarları var. Və yenə gəlirik burada radioloq təcrübəsinə, radioloq dəyərləndirməsinə. Şübhə yaranarsa, əgər limfa düyünü mütləqdir ki, sita yaxud histopatoloji neqativ olanlar da bu tədqiqata daxil edilmişdir. Niderlandda aparılmış 2015-2022-ci illəri əhatə eləmişdir və total xəstələr iki böyük qrupa ayrılmışdır. SLMB icra olunan xəstələr və SLMB icra olunmayan xəstələr. 5 illik recurrence rate, 3 illik recurrence rate və distant disease free survival dəyərləndirməsi aparılmışdır. Yaxşı, xəstələr hansı daxil etmə meyarları ilə götürülmüş? 18 yaş yuxarı süd vəzi xərçəngi təsdiqlənmiş T1, T2 xəstələr və mütləqdir ki, deməli, ardıcın şuan müalicəsi aparılan xəstələr. Hansı xəstələr xaric etmə kriteriyalarından xaric edilmişdir? Metastatik xəstəlik, bilateral süd vəzi xərçəngi olan, anamnezdə invaziv süd vəzi xərçəngi olan, hər hansısa səbəbdən aksilər cərrahiyə məruz qalan xəstələr, bura səthi dəri lezyonları deməli daxil deyil və dərinin bazal və digər bədxəstəli törəmələr olanda xaric edilirdi tədqiqatdan, hamiləlik, laktasiya olanlar. Birincili, deməli, sistem terapiya və süd vəzi konstruksiyası aparılmış xəstələr xaric edilmir. SLMB proseduru necə icra olunurdu? Həm mavi boya ilə, həm də dediyimiz kimi, yəni ikili üsulla aparılırdı SLMB təyini. Mütləq bütün xəstələrdə breast cancer surgery, yəni mastektomiya aparılan xəstələr bu tədqiqata daxil edilməmişdir və ardıcıl şua terapiyası alan, şua terapiyası mütləqdir ki, deməli, total parsial şua müalicəsi alan xəstələr tədqiqatdan xaric edilmişdir. Niderlandın 25 mərkəzindən daxil olan məlumatlar bu tədqiqatda araşdırılmışdır və düzdür, fərqli şua müalicələri aparılan xəstələrdə var, amma əksəriyyətində deməli 5 günlük şualama gündəlik 2 qreylə 25 fraksiya olmaqla icra olunmuşdu. Burada şua müalicəsini niyə ayrıca göstərmək istəyirəm? Çünki
bilavasitə şüa müalicəsinin hansı həcmdə aparılması və hansı xəstələrə və şüa müalicəsinə göstərişlər tədqiqatın nəticəsinə təsir göstərir deyənə bunu ayrıca vurğulamaq istədim. Qeyd etdiyimiz kimi yalnız total şüa müalicəsi aparılan xəstələr daxil edilmişdir. SLMB neqativ xəstələr hansı xəstələr sayılır? Bir mikrometastaz və risk faktorları neqativ qəbul edilən xəstələrdə SLMB neqativ sayılırdı. Yəni bir limfodüyündə mikrometastaz ocağı aşkarlanırsa bu SLMB neqativ kimi dəyərləndirilmişdi və radioterapiya aparılmamışdı. Bu xəstələrdə izolə edilmiş tumor hüceyrələri də SLMB neqativ kimi dəyərləndirilmişdi. Risk faktorları nələrdir? 40 yaşdan daha kiçik, burada qeyd etmişəm, grade 3 limfovaskulyar invaziya, triple neqativ xüdrəti xərçəngi. Risk qrupu xəstələrində əlavə olaraq boost doza da təyin edilmişdir. Və şüa terapiyası bir də hansı şərtlərdə aparılmışdır? Əgər mikrometastaz və risk faktorları varsa və 2 mikrometastaz varsa, bu qrup xəstələrdə mütləq şüa müalicəsi tətbiq edilmişdir. Xəstələrin toplam sayı 1733 xəstə təşkil edilmişdir, lakin xaric etmə kriteriyalarından keçən 1574 xəstə nəticədə araşdırılmışdır. SLMB icra olunan 749 xəstə, 825 xəstədə SLMB aparılmamışdır. Gördüyümüz kimi rəqəmlərdən burada da niyə bayaq da vurğuladıq, seçmə meyarları, yəni hansı pasientləri daxil ediblər bu tədqiqata. Əksəriyyəti, deməli 83% T1 mərhələli şiş olmuşdur, T2 17%, ortalama yaş dövrü 61 yaş yarım təşkil etmişdir. Əksəriyyətini deməli grade 1 və 2 xəstələr təşkil etmişdir, grade 3 yalnız 17% xəstə olmuşdur. Bu rəqəmlər niyə bizə vacibdir? Çünki bu rəqəmlərin, yəni ümumi müsbət gedişatlı, müsbət proqnozlu şişlər üzərində aparılmış bir tədqiqatdır və hormon pozitiv variant 86,8%, triple neqativ cəmi 5,8% və hər iki müsbət xəstələr 7% təşkil etmişdir. Mikro və makrometastatik xəstəlik 6 və 7% xəstədə araşdırılmışdır. Nəticələr indi ətraflı paylaşacağım, amma SLMB qrupunda deməli recurrence rate cəmi 0,5% olmuşdur. SLMB aparılmayan qrupda isə 1,2% və bu tam etibarlı nəticə hesab olunur. Deməli, distant disease free survival 98,3% SLMB aparılan qrupda, SLMB aparılmayan qrupda isə 96,1%. Yəni, haradasa oxşar bir 5 illik xəstəliksiz yaşam nəticələri əldə etmişlər. O ki, qaldı xəstələr hansı tip müalicələr alıb? Kimyəvi terapiya və endokrin terapiya alan xəstələr, deməli 12,3-10% olmuşdur. Bütövlükdə haradasa xəstələrin 50%-i yarısı sistem terapiya qəbul etmişdir. Endokrin, hormon pozitiv xəstələrdə adjuvant endokrin terapiya aparılmışdır. Deməli, tədqiqatın cədvəl formasında dizaynı, yəni SLMB aparılan, SLMB aparılmayan, əgər SLMB zamanı qeyd etdiyimiz o mikro və metastaz istisna olan hallarda digərlərində hamısında ayılında icra olunmuşdur və ardınca mütləqdir ki, şüa terapiyası qəbul etmişdir pasiyentlər. Gələk müqayisəli deməli şərhlərə. SLMB aparılmayan qrupda total 88 recurrence deməli hadisəsi yaşamışdır. Bunlardan 8-i lokal recurrence olmuşdur, 8-i regional recurrence olmuşdur. Digər süd vəzinə xərçəngi 11 xəstədə, distant metastazlar 26 xəstədə, deməli, ölüm halları 35 xəstədə müşahidə edilmişdir. Müqayisəli, bax, burada görürük digər tədqiqatları da BOK-la yanaşı sound tədqiqatı. Bunların fərqi nədədir? Məsələn, burada yalnız T1 xəstələr daxil edilmişdir, yəni 2 sm-dən kiçik xəstələr və bunların həyat keyfiyyəti və limfovaskulyar araşdırmasında fərq var. Amma dizayn olaraq yenə də bu tədqiqatlar çox oxşardır və prinsip etibarilə nəticələr də hardasa oxşar
gəlir. Local recurrence SLMB qrupunda 9, SLMB aparılmayan qrupda 8 xəstədə olmuşdur. Yəni bu statistik etibarlı göstəricilər kimi qələmə verilir. Yəni elə araşdırma nəticəsində elə məlum olub. Bizi əsas maraqlandıran lokal və regional rekurrenslərin faizidir və distant metastazlardır ki, burada çox ciddi bir fərq görmürük. Deməli, nəticə etibarı ilə müəlliflər belə bir nəticəyə gəliblər ki, T1, T2, N0 SLMB icra olmayan süd vəzi xəstələrinin 5 illik DDFS SLMB tətbiq edilmiş xəstələrdə ciddi fərq göstərmir. Bu bayaq vurğuladığım ki 80%-dən artıq xəstələr T1 səviyyəli olmuşdur. Eyni ilə hardasa 80%-dən yuxarı xəstələr grade 1-2 tumorlar olmuşdur. Xəstələrin böyük əksəriyyəti hormon pozitiv xəstələr olmuşdur ki, hardasa bu nəticələri göz önündə tutanda bu əldə olunan rəqəmlər də gözlənilən rəqəmlər kimi hesab etmək olar və bu xəstələrdə SLMB icra edilməməsinə əsas ola bilər. Bunun səbəblərini araşdıranda, bu çıxışa hazırlaşanda bir çox müəlliflərin şüa terapiyasının hətta SLMB negativ gəlsə belə və yaxud SLMB müsbət gəlsə belə aparılan şüa terapiyasının SLMB mənfi gələn, negativ gələn xəstələrdə belə 3D konformasyon şüa terapiyası zamanı istər-istəməz aksillanın bir hissəsi daxil edilir və düşünürlər ki, müəyyən grade, müəyyən bioloji statusda olan şişlərdə hüceyrə səviyyəsində deməli in situ limfodüyünləri metastazı var və okkult limfodüyünü metastazlarına bu aparılan şüa müalicəsi onlara da təsir göstərir və aksillanın bir qismi 76% xəstədə onsuz da şüalanır və şüa dozasını qəbul edir. Bax, bu göstərilən tədqiqatda da deməli şüa terapiyası almış SLN negativ xəstələrdə recurrence rate şüa terapiyası almayan SLN negativ xəstələrdə müqayisə ediləcək dərəcədə aşağı olmuşdur. Hətta bir tədqiqatda deməli intraoperativ şüa terapiyası verilən xəstələrdə ciddi fərq gördüyünü göstərmişlər. Bu tədqiqata daxil olan deməli həyat keyfiyyətinə necə təsir etdiyinə dair, bax bunu vurğulamaq istəyirəm. Araşdırma aparılmışdır. Elə bil ki, bu tədqiqatının daxilində ayrıca bir qol, onkoloji safety-ni yox, həyat keyfiyyəti və limfovaskulyar ödemi araşdırmışlar və burada məlum olmuşdu ki, SLMB icrası tədricən artan yuxarı ətraf disfunksiyası, daha aşağı həyat keyfiyyəti və daha sıx görülən təşviş pozuntusu ilə müşahidə olunur. Bu xəstələrdən aparılan sorğu vasitəsilə əldə olunan məlumatdır. Belə, təşəkkür edirəm suallarınızı eşitmək. Çox təşəkkür edirəm Afət xanım. Çox gözəl məruzə etdiniz. Hər tərəfli məlumat verdiniz. Yenə də ilk olaraq məruzəçilərin suallarını alaq. Bizim Mahir doktor və yaxud da Elgül xanım varsa suallarınızı səsləndirək. Var mı sualınız doktor? Yox. Elgül xanım səsi açıqdırmı? Burada Reyna xanım Eynalova əl qaldırmışdır. Abdullah səsini açaq. Reyna xanımın səsini açaq. Aça bilərsiniz Reyna xanımın səsini, Abdullah, eşidirsiniz məni? Salam yoxsa Bəli. Chatda suallarımız var mı? Abdullah səsi aça bilərsiniz. Reyna xanım əl qaldırıb danışmaq istəyir. Reyna bağlayır. Aha, açıldı. yoxsa olub yəqin ki, üzrlü hesab edin, heç bir sualım yoxdur.
Probleminiz. Təşəkkür edirəm nitqiniz. Buyurun, buyurun. Aha. Mirxalıq doktorun sualı var yine. Buyurun doktor, hoşdur. Çok teşekkür ederim. Afiyet doktor, güzel bir sunumu için çok teşekkür ederim. Eminim ki bir cerrah gibi benzer vakalarla da karşılaşmışsınız. Ben spesifik bir xəstə üzerinden okuduğunuz güncel yorumlara istinaden bir vermek istedim. 56 yaşında kadın xəstə, bir epileptik xəstə, bizim mənim öz xəstəmdir, müraciət eləmişdi. Bilateral invaziv lobular karsinoma. Sol tərəfdə 2 dənə, sağ tərəfdə bir dənə. Ben rutin radiologumdan İAB almasını istəyirəm şübhəli limfodüyündən və şübhəli bir şey gəldi. Limfodüyünü gəldi sol tərəfdə, iki tərəfli olandan. Daha sonra biz xəstə ilə danışdıq, xəstə bazında qərar verildi və dolayısıyla bilateral mastektomi və seleni icra etdik. Bir tərəfdən 3-4, diğer tərəfdən 3-4 limfodüyün çıxarıldı. Sadəcə bəli doktor baxdı, sol tərəfdə, yəni tümör yükü ağır olan 2 dənə invaziv lobular karsinom olan tərəfdə izole tümör hücresi diye rapor geldi. Bəli doktorun raporu. Ondan sonra tabii ki xəstə çok araştıran bir xəstəydi. İşte Türkiye'de Acıbadem'de bizim onkolog müraciət etdi, birkaç həkimimizə bize müraciət etdi. Bir kısım onkologlar radyoterapi verilmesine, Azərbaycanda olan radyasyon onkolojisinin həkimlərimizə radyoterapi verilməməsi konuda karar verdi. Xəstə çok takıntılı xəstədir, epileptikli, dəfələrcə araşdırdı. Bu konuda doktorum sizin güncel yorumlarınızı merak ederim. Xəstə hormon pozitif, erki negatif, 2 tərəfli invaziv lobular karsinoması var. Birində 2 dənə, birində 1 dənə və SLMB negatif geldi. Sol tərəfdə izole tümör hücresi belə doktor tərəfindən raporlandı. O şekilde. Bu xəstəyə adjuvan radyoterapi aksilla verilsin mi, verilməsin mi? Mastektomi oldu, bilateral mastektomi elədik. Yəni izole tümör hücresi selin negatif kimi qəbul edilir və burada şua terapiyasına göstəriş yoxdur. Əgər digər risk faktor, digər ağırlaşdırıcı risk faktorlar da yoxdur. Yəni nə şişin biologiyası, nə yaş amili, nə qreydi. Yəni düşünürəm ki, radiologlar daha doğru deyər, amma onkoloji nöqteyi nəzərdən, yəni risk amili və izole tümör hücresi şua terapiyasına bir göstəriş deyil. Kemoterapi ve hormon muayenesi planlandı. İşte mamaprint istendi. Onun için radyasyon başka görüşlerden çok sağ olun. Mən də fikrimi bildirmək istəyirəm. Demək, əslində son ilə qədər, mən 2025-də San Antonio'da iştirak etmişdim, 24'te iştirak etmişdim. Demək, son ilə qədər hamı neoadjuvant sonrası aksillada əgər istəyir izole tümör hücrəsi olsun, mikrometastaz olsun, makrometastaz olsun, hamısında neoadjuvant sonrası bu qalıq varsa, aksiyel seksiyaya gedirdi xəstələr və hər kəs də gözləyirdi ki, taksis çalışmasının nəticələrini ki, onun nəticəsindən sonra bilinəcək ki, bunları hansına eləyək, hansına eləməyək. Hələ də bu yoxdur bizdə. Amma 24-cü ilin San Antonio toplantısında Aksana tədqiqatının deməli orada təqdim edən zaman orada belə bir aldığımız nəticələri təqdim etmişdik ki, əgər izole tümör hücrəsi varsa, bu zaman artıq aksiyel seksiyə ehtiyac yoxdur. Yəni onu negativ kimi qəbul eləyirik, Afət xanım dediyi kimi və əlavə bir müalicəyə ehtiyac qalmır. Yalnız izole tümör hücrəsi olduqda artıq mikrometastaz, makrometastaz varsa yenə də biz aksiyel seksiyə davam etməliyik. Eləcə də yəni Adjuvan almamış xəstə doktorum. Adjuvan almamış mən dediyim xəstə. bu xəstə neoadjuvant almamışdı. Yox, hətta onlarda belə, yəni bu yanaşma özünüzdür. Mən neoadjuvant aldı başa düşdüm. Bəli, Amaros tədqiqatını da nəzərə alsaq, hansı ki, aksiyel limfodiseksiyanın aparılıb aparılmamasını belə, yəni bu limfodüyündə metastaz olduğu halda şua terapiyasının deməli limfodiseksiyanı bir qrup xəstələrdə əvəz etdiyini göstərdi və çox da etibarlı, bəli. Ya bu sadece burada görünür çox yenə qayıdırıq xəstə seçiminə, radioloqun ultrasəsdə necə dəyərləndirdiyinə, histologinin, yəni limfodüyününün doğru dəyərləndirilməsində pre-op. Demək, burada kemoterapi verildi. Şu an Alpay doktor başladı. Şu an verilmedi. Yani fikir ayrılığı olmasına rağmen. Yes. Şu an kimyalı xəstə. Yəni burada amma invaziv xərçəng deyil. Hər iki tərəfdə invaziv xərçəng Bəli, invaziv xərçəng idi və sentinel limfodüyünü biyopsiyası aparılmışdı yalnızca, düzdürmü? Bəli, izole tümör hücresi görülmüştü sol tarafta tümör hücresi.
Yəni şua, amma Türkiyədən işte fərqli fikirlər gəldi bir neçə onkologlar. Bir hissəsi qəti Yəni, şua verilsin, bir Niyə hissəsi fərqli? verilməsin. məncə də şua müalicəsi mən Yo, burada məncə də buyurun, Mahir doktor söz demək mən istəyir. mən verməzdim. Verməz. Limfa hocam, bu izole tümör hücresi limfadünün içinde mi kapsül dışı mı? Yəni məni doktora sormaq lazımdır. İçindeydi herhalde. Tam hatırlamıram. Yo, Limfadünün içerisinde 2 milimden balacaysa bu mikrometastaza girer. Mikrometastaza girdiği zaman ne ki Yok. mikrometastaza davranışımız var. Aynı şekilde davranmak lazım diye düşünürüm. Ama Olan tümörlükdə raporlanmışdı doktorum net bir Mən şəkildə. orada bir haşiyə çıxım. Deməli bu histopatoloji dəyərləndirməndə bu üç ayrı elementdir. İzolə tümör hüceyrəsi ayrı bir məna kəsb edir. Mikrometastaz ayrıdır. Yəni əgər bir toplantı ocağı görürsə 2 millimetr ölçülə biləcək dərəcədə bu mikrometastazdır. Bu Mahir doktorla razıyam. Amma izolə tümör hücrəsi histologlar üçün ayrı bir anlayışdır. Say Yəni olarak da yani sayılan. bəli, Hücre bəli. sayısı. Hə, o mikrometastaza girmir o söhbət. yan dokmasının içerisinde ise aksilla yani biraz agresif bir tümörmüş gibi bir düşüncesi var yani. Zaten bu tümörlere daha agresif yani benim de bahsettiğim çalışmada bunlar hatta bu tip tümörleri biraz çalışma dışı koyuyorlar. Yani çünkü onların davranışı izole lenf nodu metastaz olan tümörlerin davranışından biraz farklıdır. Yani Onun için acaba altından başladı. tabii ki radyologların fikri burada daha önemlidir. Düşünülebilir diye düşünürüm. Çünkü mikrometastaz kimi davranmamak lazım. Ayrıntısını tabii ki radyasyon onkologları da yaxşı bilir. Məncə də biraz mübahisəlidir. Bunu daha xəstəyə baxıb hər şeyi görüb daha qərar vermək olar. Tək bundan, yəni qərar vermək olmayacaq. Burada şu alsın, almasın. Biraz mənim də fərqli düşünə bilərəm. Kimsə əl qaldırıb, amma Zoom user yazılıb. Yəni biz nə qədər xahiş etməyimizə baxmayaraq Abdullah zəhmət bu səsini açın. Zoom istifadəsinin səsini açaq. Görə kimdir? Bizə sual verməsin. Bəli. Hər vaxtınız xeyir. Mən adımı dəyişmişdim amma Doktor Pərvanə Görürsün, Rüstəmova yaxaladım onkolog. sizi. Aha. Buyurun Hər Pərvanə birinizə xanım. təşəkkür edirəm. Çox gözəl bir webinar keçir. Həqiqətən çox maraqlıdır. Mən medikal onkoloq olaraq cərrahlara ümumi Afət xanıma çıxış elədiyinə görə də sualım nədir? Bu son tədqiqatlarda, məsələn, bizim çox yaxşı sistemik müalicə, endokrin olsun, kemoterapiya olsun, verməyimizin də güvəncəsi iləmi bir deeskalasyona gedilir aksillada? Bunun bir rolu varmı? Yəni siz necə baxırsınız buna? Bəli, bəli, əlbəttə rolu var. Yəni həm Elgün xanımın təqdim etdiyində, həm mənim digər araşdırmalarda belə deyək də qarşılaşdırdığım zaman sistemik terapiya klassik standart göstərişlərlə aparılır. Yəni bu tədqiqatların aksilər cərrahiyyənin onu ehtiva, yəni sistemik terapiyanı biz xəstənin yaşını, digər bioloji göstəriciləri klinik və histoloji olaraq dəyərləndirib o istiqamətlə müalicəmizi apardığımız şərtlərdə biz bunları icra edə bilirik. Həqiqətən Azərbaycan xəstəsi ilə bəzən çətindir. Əməliyyatdan sonra adjuvant müalicə anlayışını başa salıb onu vermək. İnsanlar nə deyir? Bütün tümörlərim götürülüb, doktor dedi tərtəmizdir. Aksillarda bu əməliyyat etmədiyiniz zaman o zaman tərtəmizdini necə izah edirik ki, adjuvan göstərişinin biraz daha qüvvətlənməsi baxımından. Yəni bu sırf belə öz aramızdayıq da, yəni psixoloji baxımdan da bir xəstəyə cərrahın sözü çox önəmlidir. Xəstə gəlir, biz onu ikna edərkən ki, bu göstərişdir, tək qısa cavabı var ki, cərrahım dedi, tərtəmizdir hər şey. Burada Yəni bu mütləq aksilladakı müdaxilənizin azaldığı zaman o xəstələrə bunu anlatmağınız mənə maraqlıdır. Bunu mütləq mən cavabımı verim, sonra həmkarlarım qoşular müzakirə. Mütləqdir ki, mən bir cümlə deyirəm bu qəbulun sonunda ki, mən cərraham, mən işimi görmüşəm, amma bu proses hüceyrə səviyyəsində ehtimal və s. ola bilər deyənə mütləqdir ki, bir onkoloq, medikal onkoloqun rəyini almalıyıq və o rəy olmadan heç bir müalicə planlaması edə bilmərik deyə bu cümlə mütləq yəni bütün pasientlərlə ünsiyyətdə mütləq olur və tədqiqatlar da
mütləq deyir, daxil etmə şərtləri o sistemik terapiyanın doğru planlaması və doğru icra olunması təqdirdə etibarlıdır. Əks halda o xəstələr heç tədqiqata daxil etmir və o nəticələr biz etibarlı hesab edə bilmərik. Yəni cərrah Təşəkkür sadəcə özünü edirəm. kurtarmamalıdır, xəstəni kurtarmamalıdır da Fərmanə doktora məsəl. Yəni Buyurun doktor. Afət xanımın dediyi fikirlə razılaşıram. Yəni mütləq və mütləq bu tip işlemlərə eğer gedəcəksək multidisipliner yaklaşım şarttır. Yəni bu bir mənalı şəkildə onkolog, radiolog, patolog, cərrahın burada yekun verebileceği bir qərardır. Təbii ki, Azərbaycan şəraitində xəstəni bu işə ikna etmək ağırlıqlı olarak cərrahın üzərinə düşdüyü üçün bu məsələdə xəstə ilə bərabər xəstəyə, yəni xəstə ilə kontaktlı olduğumuz zaman yetəri qədər zaman ayrılıb aksillər disseksiyonun artıları, negatifləri, bu sentinel lenf nodu biopsiyasından vazgeçmənin artıları və eksikləri xəstəyə detaylı izah olunmalıdır. Təbii ki, burada xəstənin xəstəliyi ilə bərabər xəstənin sosial durumu, psikoemosional durumu hər bir şəkildə dəyərləndirib o yola gedilməlidir. Yəni, yoksa körünə önümüze çıkan özellikle bizim gibi ülkelerde bu yapılırsa bu tabii ki ne benim için kendi adıma bu el verir ne de ki xəstənin suallarının altından çıkmak mümkün olur. Yani. Ayrıntılı şekilde izah olmadan mümkün yoktur bu işler. Çox təşəkkür ederim. Elgül xanım da söz demək istəyir, əlini qaldırıb. Buyurun Elgül xanım. Bayaqki Mirxalik doktorun sualına görə qaldırmışdım. B 2301 tədqiqatına görə əgər izole olunmuş şiş hüceyrələr varsa bu N0 kimi dəyərləndirilib şu an müalicəyə getməyə bilər bu xəstələr. Yəni belə bir tədqiqata əsasən var. Şu xəstəyə şu an tətbiq olunmaya bilər. Bir də Pərvanə xanıma görə demək istəyirdim ki, mənim çıxışımda oradakı tədqiqatların böyük əksəriyyətində nə idi? Xəstələr medikal onkoloqların və radioterapevtlərin tam dolğun müalicəsi sayəsində biz deeskaliasiyalar eləyə bilirik. Onlar olmasa biz cərrahiyyənin yükünü azalda bilmərik. Bəli, təbii ki, multidisipliner olaraq hər kəs öz işini görməlidir ki, sonda yaxşı bir nəticəyə nail olaq. Burada Lenovo istifadəçisi sual vermək istəyir. Abdullah, səs açın zəhmət olmasa. Lenovo istifadəçisi. Baxmayaraq ki, xahiş eləmişik, öz adınızla yerin. Buyurun doktor. Aha, Nəsim müəllimin səsini açaq. Nəsim Qasımov. Lenova'nı tapana qədər. Əl qaldırıb Abdullah. Həqiqətən ola bilər o mənimdir. Mən həm telefondan həm ondan qoşulmuşdum. Ola bilər ki odur. Lenova? Bəli. Okey. Nəsim müəllimin səsini açaq. Buyurun Nəsim müəllim, eşidirik sizi. Axşamınız xeyir. Başlamışsınız. Çox təqdirə layiq haldır ki, belə bir konferans gedir. Ancaq mən bu bir debat ki getdi, cərrah, kimyəvi dərman terapiyası, şüa terapiyası iştirak eləmir. Özəl klinika, dövlət klinikası və ilaxıra və s. Nəzərə alaq ki, ölkəmizin Milli Məclisi artıq özəl xəstəxanalarda onkoloji xəstəliyin müalicəsinə icazə verdi. Ancaq düşünürəm ki, o klinikadakı kimyəvi dərman terapiyası ilə, cərrahi müdaxilə ilə, patomorfologiya ilə və digər diaqnostik qüsurları olmayan bir kollektiv yoxdursa, orada bu işlə məşğul olmaq mənə elə gəlir ki, o qədər də təqdirə layiq deyil. Bu yüksək riskdir. Və ona görə də Pərvanə xanım dediyi kimi, cərrah müalicə eləyir, deyir, mən qutardım, sənə heç nə lazımdır. Və yaxud da kimyəvi dərman terapi ola bilsin, cərraha bir tövsiyə versin. Və yaxud da ki, çox şahid oluruq ki, ultrasas həkimləri, mammografiya ilə məşğul olanlar, MRT ilə məşğul olanlar da yazandan sonra bir
postscriptum qoyur, yazır ki, falan şey eləsəniz də yaxşı olar. Axı bu tək adamların fikri ilə heç bir qərar qəbul eləmək mümkün deyil. Ona görə mən çox xahiş edirəm ki, bu məsələlər get-gedə çoxalacaq. Çünki bir sıra klinik xəstəxanalarımızdan fərqli olaraq özəl xəstəxanalarda ya kimyəvi terapiya həkimləri var, ya tətil üsulu ilə gələn cərrahlar var və ilaxıra və s. Ancaq yaddan çıxartmayaq ki, bu Azərbaycan reallığında bu bizim vətəndaşdır və o haqqı var ki, istərsə dövlət hesabına, istərsə də öz vəsaiti hesabına ağla batan, bugünün reallıqlarına cavab verən kompleks və yaxud da ki, kombinə olunmuş müalicəni düzgün ala bilsin. Mən yalnız bunu demək istəyirdim. Başqa bir söhbət yoxdur. Ona görə deyirəm ki, bu debat uzun müddət gedə bilər və heç bir nəticəsi olmaz. Çünki xəstəyə biri baxıb yerdə qalanları özünün nəzəri, düşüncəsi və ona rast gəlmiş hadisələrin müzakirəsindən məşğul olacaqlar. Diqqətinizə görə minnətdarım. Çox təşəkkür edirəm Nəsim müəllim. Çox vacib bir məqama toxundunuz. Təbii ki, mən də bu haqda öz fikirlərimi deyəcəm, amma ilk öncə mərzəçilərdən və yaxud da iştirakçılardan kimsə bu məsələyə bağlı öz fikirlərini, iradlarını, təkliflərini demək istəyərsə, buyurun. Siz yəni söz deyə bilərsiniz. Bu imkan sizdədir. Multidisipliner yaklaşım. Bütün konferanslarda qeyd etdiyimiz kimi bu. Tək söyləyəcəyim bu. İstəsə bir mənalı şəkildə, yəni bu ikinci məsələ tartışmasızdır. Bəli. Düz deyir Nəsim müəllim. Artıq özəl klinikalarda da bu xəstəliklə məşğul olma onsuz da olunurdu. İndi daha da yüksələcək, artacaq və mütləq bu tumor bordlar olmalıdır. Düzdür. Bəzi özəl klinikalar həqiqətən çox gözəl işlər görürlər. Biz onları izləyirik hamısını. Yəni o komandanı yaradıblar. Orada olan ya cərrah olsun, ya medikalant olsun, ya patoloq olsun, öz ətrafında yavaş-yavaş da olsa bu komandanı yaradır. Yəni komanda şəklində işləyir. Yəni tək deyil. Yəni mən özüm baxmayaraq ki 25 ilə yaxında onkoloji klinikada işləyirəm. Yəni tək bir gedib klinikada tək işləsəm heç bir şey eləyə bilməyəcəm. Çünki komandam olmasa olmaz. Hər kəsin komandası olmalıdır. Hər kəs yəni tək gələn o qədər xəstələr var ki, yəni çox təcrübəli 50 ilin 60 ilin həkimi qarşısında aciz qalış. Burada mən nə edeyim? Yəni hər dəfə deyirik ki, daha hər şey görmüşük, daha görməyəcək yeni bir şey, amma hər dəfə yeni bir şeylər görürük və çıxılmaz vəziyyətlərə çox düşürük ki, əlacsız qalırıq və o zaman bizim ətrafımızda olan dostlarımız, kolleqalarımız bizim köməyimizə çatır, bir-birimizə dəstək oluruq, fikir veririk. Hər kəs, hər başda bir fikir var, yəni hərə bir söz deyir və axırda bir həqiqətən də xəstənin xeyrinə bir nəticə çıxartmış oluruq. Yəni bu məqamı heç unutmamalıyıq. Çox, yəni bəzən bunu həll edə bilərik, nəsə öhdəsindən gələ bilərik, amma bunu heç maraq göstərmirik. Yəni biraz tənbəllik edirik deyim, vaxtımız yoxdur, çox çalışırıq. Yəni məşğulluq deyim, bilmirəm. Yəni bizim o qrupamızda mən yaratdım, bir də səfər atdım ora, məsələn, кейslər atdım ki, baxmayaraq ki, nəticəsini bildiyimiz keysləri paylaşırdıq. Onu paylaşmada məqsədimiz hamının orada cəlb olunması, hərənin bir fikir yazması, doğru, yanlış, heç kəs orada qınaq nöqtəsi deyil ki, sən düz dedin, düz eləmədin. Yəni belə olduqca hər kəs orada rahat-rahat, yəni öz işlərini, özünün suallarını verə bilsin, soruşsun. Çünki həqiqətən indi rayonlarda da əməliyyatlar olunur. Uzaq yəni bölgə Bakının uzaq yəni rayonlarında da əməliyyatlar olunan yerlər var ki, həqiqətən orada komanda yoxdur. Tək bir həkim var. Əla, gözəl cərrahdır, amma yəni triple negativ şişi götürüb əməliyyat edir misal üçün. Və yaxud da yəni xəstə gəlir heç yoxlanmadan, baxmadan bir kimyoterapiyadan başlayır, medikal onkoloqdur. Yəni bunun hamısını və yaxud da radioloqdur, baxın xəstə deyir, səndə bir şey yoxdur, get filan müalicəni eləyərsən. Yəni çox o qədər yəni belə hadisələr var ki, sonunda itirən kimlər olur? Bizim qadınlarımız, bizim əhalimiz, bizim Azərbaycanımız, yəni bütün göstəricilərdə geridə qalmış oluruq. Yəni bunun öhdəsindən gəlmək üçün necə ki biz bu tədbirlərə vaxt ayırırıq, yəni zaman ayırırıq. Heç kəs burada məcbur deyil, amma bir 200-ə yaxın adam var ki, qoşulub burada nəsə öyrənmək istəyir, nəsə deyir, nəsə eşidərəm.
Yəni bunun üçün də vaxt ayırmaq, vaxt ayırmasaq olmaz. Sizi maraqlandıran, yəni lap indi bugün bir təklif eləyək. O böyük qrupda da 6 nəfərlik qrup olmasın. Yeni bir qrup yaradaq. WhatsApp qrupası yaradaq. Adını qoyaq Tumor Board qrupası. Yəni kimin xəstəsi varsa, yəni desin ki, mən o qrupa əlavə, biz elanını da verək qrupdakı, belə bir qrup yaratmışıq. İstəyən varsa o qrupa əlavə eləyək sizləri. Yəni hamının içərisində və yaxud da marağı olmayanların içərisində ki, nə qədər yazılır burada çox qrupda, yəni məni mane olur, narahat eləyir. Mən tutaq ki, ancaq konfransları görmək istəyirəm burada. Onun üçün qoşulmuşam bu qrupa. Amma biri başqası öyrənmək üçün qoşulub. Yəni ya deyə bilərsiniz ki, hə, məni o qrupa əlavə elə. Biz o qrupa əlavə eləyirik. O qrupdanca müzakirələr gedər, çətin hadisələri orada hər kəs atıb bir-birindən soruşa bilər və buna görə heç kəs qınanmaz ki, mən nəyisə bilmədim. Yəni bilməmək eyib deyil, öyrənməmək eyibdir. Yəni biz həkim də elə bir sənətdir ki, biz ömrümüzün axırına kimi öyrənməsək, yəni bir gün dayansaq, yəni geri qalacağıq. Hər gün yeni tədqiqatlar, yeni işlər çıxır ki, bunları biz məcburən izləməliyik. Yəni bu fikirlə kimsə razıdırsa, Pərvanə xanım söz demək istəyir. Buyurun Pərvanə xanım. Səsini açaq Abdullah doktorun. Çox təşəkkür Buyurun. edirəm. Həqiqətən bu çox humanist bir cümlə oldu. Sizin tərəfdən də, burada dinləyən hər kəsdə. Bəzən olur şərtlər elə gətirir ki, hər kəs eyni mərkəzdə çalışa bilmir. Bu və ya digər formada Azərbaycan vətəndaşı da müraciət etdiyi zaman öz bildiyimizi deyil də ən yaxşısını təklif etmək üçün xəstəyə müalicənin bu onlayn formatda Tumor Board'un ola bilmə ehtimalı belə məni həyəcanlandırdı. Yəni yaxşı mənada bu çox sizin tərəfdən başqa bir innovativ addım olar. Yəni ayda birmi, aylıqmı, ona necə deyim, qatılacaq və ya könüllü həmin o müayinələri incələyib də öz rəyini bildirəcək mütəxəssislərin seçimi aparıla bilər. Yəni bu konfransdan əlavə bu çox yaxşı ideyadır. Həqiqətən mən çox bəyəndim. Bizim zaten çox hamımızın bildiyinə görə başqa da dövlət müəssisələrimizdə də məsələn radioterapiya üçün də konsultasiyalar əksər hallarda onlayn alırıq. Eyni şəkildə yəni xəstənin doğrudan da dəyərləndirilməsi üçün bu gözəl təklifdir. Yəni mən çox alqışlayıram bunu və bu ola biləcəyi halda biz tərəfdən də ola biləcəyi hər hansı bir kömək, dəstəyi edə bilərik və digər kolleqalarımız da özəlliklə cərrahlar hamı öz işini yaxşı bilir, medikal onkoloq öz işini bildiyini düşünür. Amma ortaq xəstələr olur ki, o hər sahədə olduğu kimi qrizon xəstəsidir. Yəni cərraha görə əməliyyat avantajlı, medikal onkoloq, amma ikisi müzakirə etdiyi zaman xəstənin xeyrinə daha fərqli qərar çıxa bilir və bunu dəfələrlə görmüşük. Yəni bu sahədə sizə uğurlar. Bunu etsəniz çox başqa bir fayda olmuş olacaq məncə ölkə xəstələrə. İnşallah ki, bunu biz bərabər edəcəyik. Bu bir tək əldən səs çıxmaz. Yəni mənim həmişə dediyim şey budur ki, gəlin birləşək, birlikdə nələrsə eləyə bilərik. Yalnızca birlikdə. Tək-tək eləmək olmayacaq. Tək mən neçə dəfə deyirəm, case atdım, hadisələr atdım ki, müzakirə olunsun. Yəni bəzən yəni bir neçə adam eyni adamla adam yormaq istəmir ki, suala sən cavab ver, cavab ver. Yəni bu doğru deyil. Hamı qatılmalıdır, hamı iştirak etməlidir. Marağı olan təbii ki, fikri olan təbii ki və inşallah ki, məncə bunu da bacaracağıq. Günel Əliyeva danışmaq istəyir. Buyurun, Günel Əliyevanın səsini açaq. Doktor, əlinizi qaldırın, sizi görsün bizim proqramistimiz. Günel Əliyevanın səsini açaq. Mən əvvəla sizə böyük təşəkkürümü bildirirəm spikerlərimizə də çox ətraflı məlumata görə. Bir radioloq kimi dinləyəndə həqiqətən də multidisiplinar işləməyin böyük əhəmiyyətini görürəm. Çünki biz başqa cür istədiyimiz nəticəyə əldə edə bilmərik. Bir xəstə triple negativ ola bilər, ona fibroadenoma kimi qiymətləndirilə bilər. Amma nə qədər aqressiv bir formalı radioloji görüntünün həqiqətən də xəstə üçün, yəni gələcəyi üçün müalicədən mı başlanılsın və yaxud hansı müalicə taktikası seçilsin, bunun böyük əhəmiyyəti var və burada da radioloqun böyük rəyinin böyük əhəmiyyəti vardır. Bunları mən daim görürəm ki, məsələn, fibroadenoma və triple negativlərin bir-birinə ultrasəs bənzərliyi və çox vaxt cavan xanımlarda da bunun rast gəlməsi və s. Eləcə də limfa düyünlərinə münasibətdə elədir. Yəni şübhəli limfa düyünlərinə yanaşma da radioloji baxımdan düzgün olmalıdır. Və bunların hamısının birlikdə, yəni tumor boardların yaradılması, Pərvanə xanımın da sözünə dəstək, çox gözəl bir təklifdir. Düşünürəm, bu yenilik olar və hamının sualları orada müxtəlif multidisiplinar həll oluna bilər. Gözəl fikirdir.
Çok teşekkür ederim Günel Hanım. Fikrimizi təsdiqlədiyinizə görə, dəstəklədiyinizə görə. Və Pərvanə xanım dediyi kimi, bəli, bəlli bir müddətdən sonra ilk öncə bu sadə olacaq. İlk öncə hərə bir sual soruşacaq, bir hansısa xəstəni danışacaq. Amma bəli, müəyyən müddətdən sonra bunu bir qaydaya qoyub, standarda qoyub aylıq, müəyyən müddətdən bir həqiqətən sənəd kimi altında xəstənin sabah sənə gəldə bu müəyyən tumor bordun qərarı əsasında çıxarılmış bir qərardır. Hüquqi bir sənəd kimi də, yəni biz bunu sonra böyüdüb təqdim edə biləcəyik. Yəni amma ilk öncə təbii kiçikdən başlayacaq, sırayla gedəcək. Yəni o zaman biz qısa bir müddətdə bunu asma qrupumuzda paylaşacaq. Xəstə müzakirəsi qrupu yaradırıq adı ilə bir paylaşım edərik. Kimlər istəyir bu qrupa qatılmaq, qeyd etsinlər və biz o qrupu yaradarıq. Orada suallarımızı səsləndirərik, cavablayarıq və zaman zaman həqiqətən faydalı olduğumuzu görüb hər kəs artıq bu qrupa qatılmaq istəyər. Buyurun Afət xanım. Mən nə demək istəyirəm? Biz hamımız özümüzü yaxşı tanıyırıq. Bunu hardasa biraz məcburi eləməsək, yəni qrup üzvlərindən sıralama ilə mı? Yəni hamımızda maraqlı кейslər var. İllatda ki var. Yəni bunu çox da bəzən məsələn könüllü şəkildə mən fikirləşsəm ki, qatılım, qatılmayım. Vaxt məsələsini bəhanə edərik, nəyisə xəstələri, əməliyyatlar və s. Amma bu mütləq şəkildə tələb olunanda ki, qrup üzvləri hər ay bir keys, bu ay sən təqdim edirsən, növbəti ay sən təqdim edirsən, bu şəkildə hardasa bəlkə də olsa çox daha, yəni reallığı nəzərə alaraq deyirəm də. Çox doğru deyirsiniz. Çox razıyam. Əslində belədir. Mən bunu dəfələrlə görmüşəm artıq. Bəli, çünki Hər cür metoddan istifadə edim ki, bir hə, görə kimə nə maraqlıdır? Bəlkə xəstə müzakirəsi olsun, bəlkə suallar verək, bəlkə testlər qoyaq. Hər cür variantımızı elədik. Amma gördük ki, yox, çox da məsələn indi məcburiyyət, bəli, hərbi bəli, sistem bəli. ən yaxşı Çünki sistemdir. Bəli. Çünki bu dəfələrlə fikirlərim sadəcə buna da bir vaxt ayırmaq lazımdır və bu mütləq şəkildə olanda bizim belə deyək də beynimizdə bir task formalaşır ki, tumor board olacaq və ora hazırlaşmalıyam. Bəli, o zaman əslində bunu məcbur Bəli. etməyin də bir yolu var. Yəni bunu biz əslində bir etik olaraq xahiş etmişdik. Xahiş səviyyəsində doktoramızdan istəmişdik. Yəni qrupda bir 600-dən çox həkim var və 600 həkim hamısı tumor boardda iştirak etmək, hamısı bir fikir demək iqtidarında deyil təbii ki. Bir 100 həkim orada var ki, həqiqətən bir fikir desə, onun fikrinə biz qərar kimi yanaşa biləcəyik. Bir söz deyəndə ona biz dinləmək istəyəcəyik. Yəni o həkimlər özləri buna həvəs göstərməlidirlər və həqiqətən deyirəm də, özünü süd vəzi xəstəliyi mütəxəssisi hesab edirsənsə, sən özünü göstərməlisən. Sən deməlisən ki, mən bunu eləyirəm, mən buradayam. Yəni biz ancaq bununla seçə bilərik. Bir misal çəkim, bizim o keyslərimizdə mən Mahir doktoru şəxsən belə tanımırdım. O keyslərimizdə bir neçə suallarımıza uzun-uzadı cavablar yazdı və mənim çox bəyəndim, xoşuma gəldi və biz onu kəşf edirik ki, belə bir doktorumuz var. Yəni burada o qrupda hər kəs özünü göstərsə, hər kəs biz tanıyarıq, ən az birimizi tanıyarıq və bu bizə hamımıza faydalı olar. Ümid edirəm ki, məcburiyyətsiz alınacaq. Alınmasa artıq seçimimiz yoxdur, onu edəcəyik.